olan orada dayanıb gəlir. İnformasiya verən, informasiya mənbəni jurnalist gizlədə hələ bir orada gizlətməmişik mənbəni, göstərmişik ki, Millətçi Hərəkət Partiyası bənim. Özü də gələ deyirəm ki, orada bir nəfər jurnalist qanı bilən, mətbuat bilən bir adam lazımdır ki, orada analiz aparsın, ekspert kimi iştirak eləsin. Çünki orada hansı fikirlərin şərq qəzetinə, hansı fikirlərində Vüqar bəy ekrana, Millətçi Hərəkət Partiyasının liderinə aid onlar aid olur. Yəni mən onu hələ məhkəmələrdə dərəcədə iştirak eləməmiş və vəsadat kimliyindən qalır. Təmin olursunuz ki, bir nəfər gəlsin, jurnalist faktöründə, ya bir nəfər o zaman jurnalistlərdə bir nəfər gəlsin. İkinci bir tərəf, burada deyil, iddiaçı deyil burada ki, yəni ictimai müdafiəçi deyil. Və həmin məlumat dərc olunandan sonra bu deməli təliminin adından gəldi redaksiyası. Mən bununla oturdum, çox səmimi söhbət etdim. Dedim ki, bu bizim nə mətləb mütəllimizlə alışımız deyişir, nə ona qarşı qərəzimiz var, nə nifrətimiz var. Sadəcə olaraq mətləb mütəlliminin parlamentdə İran məsələsini, hansı ki, bizim cənablı soydaşlarımız ki, siyasi mühacir kimi burada yəni, fəaliyyət göstərir və bizim gələcəyimiz, amalımız, gənclərin və millətçi jurnalistlərin və millətin TV jurnalistlərin yəni, Azərbaycanın gələcəyə, yəni bütün Azərbaycan yəni qurmaq istəyirsən. Yəni, mətləb mütəllimin bu sahədəki fikirləri mən onu burada özünə deyim. Mən onu qəbul eləmirəm. Ancaq, bu o demək deyil ki, mən mətləb mütəllimliyə qarşı hansıda bir yəni, qərəzim var. Mətləb mütəllimi faktla, gəlirlə, sübutla, istənilən şəkildə, şərq qəzetində bunu təqdim eləsin. Fikirlərini ki, mənim ərizə veriliylə heç bir əlaqəm yoxdur. İran Azərbaycan parlamentində bu təslim etmə haqqında bu hüquq müqavilənin qəbulunda göstərdiyi fəallıq. Onu da mən hesab edirəm, bizim jurnalistlər stenoqramı da gətirdim. Yəni, sadəcə mən bunları nəyə gətirirəm? Bəlkə də əlavə mən bunu qəzet üçün məqdim hesab edirəm. Bunu deməyə mərtəm var. Çünki mən buna bildim ki, yazsın fikirləri ki, Vüqar bəy ekranının fikirləri ki, mənim əlinizə bekləyirəm, əlaqəm yoxdur. Niyə onu açıq şəkildə yapmalı bildirmək istəyir? Sizinlə yanlış məlumat çıxarırsınız ki, qəzet servisini, sonra da kimsə təqsir versin. Təqsir verir, mən deyirəm ki, yox, baş edir, mən təqsir məsələsində mən tərəfsiz və qərəzsiz bir qəzetin baş redaktoruyum. Mənim heç bir kəsə, nə iqtidarı olsun, nə müxalifəti olsun, heç bir kəsə mənim qərəzim yoxdur. Mən cəmiyyəti informasiyanı təmin eləmək hüququm var mənim və mən o hüquqdan istifadə edirəm. Və mən yenə bayaq dediyim kimi, Vüqar bəy gəlsin burada otursun. Həmin məsələlərə Vüqar bəy aydınlıq gətirsin. İkinci bir tərəfdir, xahiş edirəm. Bir nəfər, həmən deyirsiniz orada təhqir var, təhqir ola bilər, Vüqar bəy onun deyişi var, nəsə deyişi var. Onu şərq qəzetini aid edir. Çünki bizim əsasnaməmiz var cənab hakim. Müəlliflə, hansı ki, müəlliflə redaksiyanın mövqeyi uyğun gəlmir, üst-üstə düşməyir. Mən Vüqar bəy mövqeyini şərqi mövqeyi kimi qəbul eləmirəm. Onun xaricə fikir qırralısıdır, müstəqil mətbuatdır və siz olmalıdır başlayır. Xeyr, o sizin fikirdir. Yəni, mənim bu iki dənə vəsatətimiz var, bunlar təmin olsun. Mətləb mütəllimlik də həmən o parlamentə çıxışları da tutulacaq. Deyirsiniz ki, sizdə mənbə var. Mənbənin altında. Mənbə deyək. Sizdə mənbə var, informasiya alanda. Onu etiraz buyurur ki, yoxlamaq lazım, yoxlayır. Bilirsiniz necədir? Əgər rəsmi şəkildə, rəsmi şəkildə, heç bu, deyək, adi bir vətəndaşdır. Gəlir müraciət edir ki, şərq qəzetindən mənim bu hüququm pozulur, yəni bu hüququm pozulur. Ümumiyyətlə, mən bu məsələ ilə bağlı açıqlama vermək istəyirəm. Hər bir vətəndaşı informasiya vermək və informasiya almaq hüququ var.
vətəndaşdır, bu mənbə hesab olunur. Və həmən o deyək ki, vətəndaş gəlir informasiya verir, ola bilsin ki, burada müəyyən dərəcədə deyək ki, əks tərəfin fikirlərini araşdırılmaq üçün, yəni nəsə əks tərəfədən olacaq. Sadəcə olaraq bu rəsmi şəkildə bəyanat. Burada gələ dediyim ki, Vüqar Bəyəkran Millətçi Hərəkət Partiyasının lideri, Azərbaycanın siyasi proseslərində bu gənclər arasında kifayət qədər ilk olan bir adamdır. Yəni ki, bunu deyə Əmfəz Yetibəylə qəbul edir, bu Türkçəyə gedir, Kifrə gedir, rəsmi şəkildə Millətçi Hərəkət Partiyasının lideri kimi qəbul edir. Mən onun hər hansı bir məlumatını nə dərəcədə mən onu yoxam? Türk Millətçi Partiyası. Tercih ediyorsunuz ama. Bizdə bilirsiniz neyədir? Yox, cənab baş, bilirsiniz neyədir? Bizdə partiyalarda baş verən həftə ərzində informasiyalar olur, verilişləri, informasiya bloku olur. Bu da, indi həmən o blokdan bir bazı kənarda verilir, bir müəyyən məhsul çatdığın işdir. Bu da, deyək ki, siyasi partiyalar təşkilatın, deyək ki, hər hansı bir partisi ilə bağlı açıqlaması. Yəni, orada nəsə araşdırmaya ehtiyac yoxdur. İkinci bir tərəfini gəlməkdir. Müdafiəçi, yəni ictimai müdafiəçi gəldi bu məsələ ilə bağlı. Mən Mətləb bəylə bir telefonla danışdım və Mətləb bəylə müqazilə gəlmişdir. Bilmirəm, sonradan bu məsələni niyə bu şəkildə bağlıyız? Çünki mən onu da açacağım ki, müəyyən mərhələdir. Onu da açacağım ki, Şərq qəzeti İrana qarşı, İranın Azərbaycanda apardığı pozitiv işə qarşı həmişə kəskin münasibətli olubdur. Və dəfələrlə İran səfiri bizə bəyanat verib bir qəzetlə. Və görünür də, ərizə verdiğinin burada nəsə hansı bir maraqlardır. Ki, Şərq qəzeti geçsin orada məhkəmədə nəsə cavab versin. Mən həmən o bəyanatı sizə təqdim edəcəm. Yəni ki, Töv Azərbaycanla bağlı Şərq qəzeti. Ümumiyyətlə, Azərbaycanda İran-pərəst qüvvələrinə qarşı Şərq qəzetinin həmişə kəskin mövqeyi olur. Mən sizə deyirəm, mən demirəm ki, mən tam kimi demirəm ki, vətən mütəlim İran-pərəst, yəni İranla bağlı mən onu demirəm, əlaqələri var. Çünki bu konkret mənbələrdir. Və konkret mənbələr də cavab verməlidir burada. Şərq qəzeti buraya qarşılıqlı yox. Mənbə dəvət edilir. Konkret mənbələrdə cavab verir, sonra cavab verir. Orada üz üstə, mən necə demək yol verdim. Həmən indi ki, o müsahibədir. O müsahibədə deyək, Firuz Dilənçi ilə bağlı müsahibədir və o müsahibə ümumiyyətlə İranın Azərbaycanda apardığı, İranın buraya İran xəfiyyəsinin Azərbaycanda apardığı pozuluq işi, Azərbaycandakı siyasi mühacirlərin izlənilməsi, onların təqibinlə bağlı, Azərbaycanın buradakı deyək ki, təxribatlarla bağlı geniş bir açıqlamadır. Və mətləb mütəllimli haqqında müəllif Ramiz Hüseyin orada salonda fikir yoxdur. Yəni, mətləb mütəllimli orada bir element, həmən müsahibə. İran Azərbaycanın 3 milyon dollar qazanır. Yəni, fikir var, başlığa bunu çıxardır. Yəni, o geniş bir müsahibə. O müsahibənin bir diqqətlə olmaq lazımdır və orada bir-iki epizod var ki, onu büyük konkret faktlarla deyil və əsaslandırır. Bu da Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri kimi biz bunu qəbul eləmişik. 90-cı illərdən sonra təqib olunan bir adam kimi qəbul eləmişik. Bu adama bizim hörmətimiz var. Yəni ki, bir şair kimi hörmətimiz var. Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri kimi hörmətimiz var. Və bizim də hər bir millətin sevən adamlar, millətinə qarşı olan adamlar, yəni bunları qəbul eləməliyik. Yəni İranın da, Rusiyanın da, elə bizim maraqlı olduğumuz Türkiyənin də Azərbaycanda törətdiklərini, Azərbaycanın mənafeyinə zid hərəkətlərini qarşısında biz qəzetçilərin borcudur. Mən deyirəm ki, burada hüquqşünas vəkili əyləşdir. Mən deyirəm ki, mətləb mütəllimdir, yəni İranla bağlı deyil. Ancaq bunu deyən Firuz Dilənçi, bunun məsuliyyəti Firuz Dilənçi deyil. Mənim də mətləb mütəllimliyə qarşı heç bir qərəzim yoxdur. Ümumiyyətlə mən geniş mənada götürürəm, İran-pərəst qüvvələr mənim nifrətim. Aşına, bir dəqiqə. Məktəb İran'ı göstərir, İran firmaları müştərək olması. Bu haqqda nə sorulur? Birincisi, ki, həmin bu bəyanatı... Sizdə var yoxsa? Bizdə belədir ki, Vüqar Bəyəkran bu məlumat verir ki, İran müştərək məsələsi var, ərizə verildiyi.
sənət görədir, kainat tapılmış. Ben deyirəm, xahiş edirəm. Bu 3 aydır bu, yəni bu qəzet çıxardı. Dekabrdan bəri gün neçə aydır. Mən o bəyanatlar, gündə bir dənə, biz 15 dənə bəyanat alırıq, 20 dənə bəyanat alırıq. Onların hamısını saxlamaya imkanımız yok da. Konkret, Arxibin olmaz. bura baxın, elə deyil. Bura baxın deyir. Bura baxın. Yəni ki, orada genel bəyanlar dedim, kütləvi informasiya vasitələrinin haqqında qanunda bir maddə var ki, yəni mən tutaq ki, pürüz dilənçilərə informasiya verir, mən pürüz dilənçiliyə istinad eləmərəm. Yəni bu mənim hüququmdur. Mən kütləvi informasiya vasitələrinin Azərbaycan qanunlarının, qanunvericinin verdiyi, yəni səlahiyyət sadəcə mən hələ o mənbəni də göstərmişəm orada ki, Türk Millətçi Hərəkət Partiyası bu sözləri. Və həmən ona da imkan verirmişəm ki, Vətən Mütəllibinin ictimai müdafiəçisi gəlibdir. Burada alternativ qəzetlərindən bir nəfər məncə həmən ondan söhbət iştirak edir. Demişəm ki, Vətən Mütəllibini fikrini yazsın, ərizə verdiyi haqqında işgüzar əlaqələri olmadığını, bu bəyanatının yəni ona fəaliyyətinə zidd olduğunu, onun şəxsiyyətini güya ki, alçatdığı haqqında. Yəni, istənilən açıqlamasını mən dərc eləməyə hazırım. Demişəm sizə. Bəs, nəyə görə Vətən Mütəllibini, yox, nəyə görə Vətən Mütəllibini ərizə bekliyeli haqqında deyə açıqlama verir. Yəni, həmən onu təsvir edir. Sizin sözdən bir dənə sual çıxdı ki, nə üçün Mətləb bəy, siz bu yazını dərc edəndən sonra təksibət imkan şərait yaratırsınız? Çox sağ olun. Və o yazılardan istifadə eləmək. Kütləvi informasiya vasitələri haqqında qanunun 33-cü maddəsi var. Vətəndaşın orada yazır ki, ixtiyarı var ki, bunlardan birincisi, mən təksib etsin. Artıq siz bu faktı, bu məlumatı, yanlış həqiqəti uyğunlanan məlumatı mətbuat səhifəsində çıxartmışsınız. Bundan sonra Mətləb bəy vətəndaş hansı addımlar atacaq, təksib hüququndan istifadə edəcək, məhkəmədən iddia qaldıracaq və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldıracaq. Bu həmin şəxsin hüququdur və buna heç kim məcbur edilə bilməz. O hüququndan kim nəzir istifadə edəsin. Siz əvvəla yaxşı olar ki, çıxışınızdan çıxır ki, belə, bu faktlarla özünüzlə razılaşmalısınız. Düzdür. Bu dərc olunan yazılarla, yəni ikinci yazı burada müzakirənin predmeti dilənçi ilə əlaqələr araşdırarıq ikinci yazını. İkinci yazıda yazırsınız ki, mətləb xəyanətkar. Heç olmasa bir deyərdiniz ki, bu sözü yazır, axı bu xəyanətkar ilham etmək ağır məsələdir. Bu ittiham edilir. Sizə yaxşı, o məsələ sizinlə araşdırılır. Birinci yazı, əvvələ bu təksib hüququndan, vətəndaşın hansına istifadə edir? Onda demək ki, qərəzli mövqeyi tutub şəkil edir. Siz qərəzli mövqeyi tutmağınızı mən sizdən özünüzə deyim, onda bir balaca. Siz qərəzli mövqeyi tutmasaydınız, yəni qalbadan olaraq bu iki qəzetdə, yəni bu qəzetdə vermişsiniz və bu məsələ çıxıb ki, belə deyil. Təzdən ikinci məsələ qəzetdə, ondan yanvarın 5-də yenə Mətləb Mütəllibova başlayırsınız. Sual oradan bəzi sual vermək, heç olmasa sual cavabı çıxartmaq lazım. Niyə çıxartmaq? Jurnalistin hüququ var ki, razılaşmadığı məsələni mətbuat səhifəsinə çıxartmazlar. Birincisi. İkincisi də ki, bu məsələni hər sözlə belə olur. O elə bir də söhbətdir. Siz müdafiə edə bilmərsiniz. İkinci bir tərəfdən də. Axı, belə bir sözləri çıxar. Tutaq ki, laf elə götürək mən. Gəlib sizin qəzetə müsahidə edirəm. Və mən burada hər hansı bir şəxsi ağzıma gələn sözlərlə desəm, siz bunu mətbuata çıxardasınız. Çünki məsuliyyətli şəkil Söylə, mətbuatımız ona görə belə vəziyyətə düşür ki, mətbuat ona görə belə vəziyyətə düşür ki, mətbuat gözəl vəziyyətlər, Gəlindən danışmayın, yoxsa mən məsələ qaldırarım, sizə çıxarmazdım. İkincisi, mətbuat informasiyanı yoxlayıb yazmayın. Siz nətər bu qanundan niyə bexəbir? Özdə deyirsiniz ki, mətbuat sualına cavab edirəm. Deyir ki, qərəzli olmamışım.
Hörmətli hakim, burada bu leksiya oxumağa bənzəyir. Leksiya vaxtımız yoxdur. Sualınız varsa sual verin. Buyurun. Qaldı da ki, mətləbdə deyirsiniz, qərəzçilik olmaksız. Qərəzçilik olmasaydınız, bu qəzetlərdə və dünənki panoramada da götürüb bu məsələləri Panoramada yazmaq. işləyən fikirlərim. İkincisi, Məsələn, mənim sizə onda suallarım var. Bunlar Sual verin də. hakim sual verir, İran sərhədi ilə müştərək müəssisəsinin onlar təsdiq edilmiş sənədiniz var. Bu barədə fikrinizi bildirir. Mən indi bəyanatı yenə təkrarən sual verirəm ki, bəyanatı təqdim edə bilərsiniz bu məhkəməyə. bilirəm cənab hakim. Vüqar Bəhmanın bəyanatın müəllifi hələ öz fikirlərini etibar etmək. Bu adam çağırılmalıdır bura. Konkret mənim koordinatlarını verirəm sizə. Çağırılmalıdır və burada bildirilməlidir. Ona görə mən bu məsələyə götürdüm. Və heç bir aslama vermiyoruz. İran sərhədi ilə əlaqədar olan məsələni hakim arasında. Bu ona istinadi edilibdir, göstərilibdir. Lakin onun bəyanat məsələsi ikinci bir tərəfdən də Vüqar Bəyifranın əgər bugün bəyanatı çıxsa olmaları təqdim olunsa, yenə deyirəm, mən onda vəssalə qaldırıram, iddiaçı bir məsələdə mənə səlahiyyət verib ki, iddia qaldırır. Vüqar Bəyifranın cavab teksində cəlb edib. Qardaş, bu bəyanatın üzə çıxmasa, Vüqarı çağırdı içəri, gəldi. Verməmişəm, eləməmişəm. Siz bəyanatı deyərsiniz ki, arxivdə. Sözdə, əgər bu soru cavabı qismində cəlb etməmişiksə, siz öz tərəfinizdən sübut növü kimi şahid ifadəsində məhkəməyə gətirib təqdim eləməlisiniz ki, sübutlar təqdim etmək. Sübutlar təqdim etmək. Tərəflərin üzərindədir. Məhkəmə sadəcə qiymət verir məsələlərə, mülki məsələlərdə. Sübut təqdim etmək, sübut növü təqdim etmək tərəflərin, çünki bu konstitusiyamızda da var ki, mülki proses çəkişmə prosesidir. Tərəflər öz sübutlarını təqdim edir və məhkəməni kim inandırırsa və haqq ədalət kim tərəfdə olursa, o tərəfə də qərar qəbul edir. Mən etiraz edirəm ki, Vüqar Bəyifranın əgər bəyanatı çıxarsa ortalığa, o barədə mən məsələ qaldım. Mən bir dənə məsələndə deyim. Mən başlayacaq bilmək istəyədik. Vüqar Bəyifranların dəvət olunması. Əlbəttə, mənə elə gəlir dəvət olunmalı. Yəni, Şərq qəzeti mənim fikirlərimi əks etdirdiyinə görə mən qarşıyam Şərq qəzeti hər hansı bir məsuliyyətdən azad edəsiniz. Mən Şərq qəzetində verdiyim bütün iddiaları özünü tərəf götürürəm və hamısının məsuliyyətlə lazım qədər sənət sübut tərtib edəcəyəm sizə. İndi Vüqar bəydən nəsə söyləyək ki, mən elə gəlir cavab verir, qəzet hər kəs nədir, onu dərc eləməlidir. Bu özülə qəzetin bu orada maşın qəzet var. Mən iddialarını özlərimə götürürəm hamısı. Heç biri təksir edəməm. Hamısını verirəm, Təqdim edərsiniz, ehtiyac olar, çağırır. Bəyanatı təqdim edərsiniz. Olmasın. Bu müəkkədə məsələ qoyur ki, o sənəd Əsasında vəsadet kimi alınmamış, şəxsi fikrim kimi deyirəm ki, Niyə ki, vəsadətim var, ona görə fikrim var. Əgər ehtiyac müdafiə etmirsinizsə, fikrinizi bildirin. mən konkret olaraq bu məsələlərlə bağlı, yəni kim burada deyək ki, bəyanatı müəllif gəlsin, gəlsin, burada öz fikirlərini desin. Həmən o bəyanatı bağlı. Ona belə deyən, Sizin ikinci məsələ vəsadət deyil. konkret və şərt edildiyi aydın məsələ. Vəsadet olacaq, Vüqar Bəyifran koordinatlar da verilmiş. Mən sizdə bir tanım var. Sizdə bir məlumat, yəni tabii siz ki, bilirsiniz, Türk Millətçi Partiyası, bu partiyanın qeydiyyatdan keçməməsi, keçmiş partiyası, yəni bu sualıma cavab verir. Azərbaycan Demokrat Partiyası bilir, Konkret bax ki, bunların Türkiyələri Azərbaycan şimayət tərəfindən qəbulunun müəyyən sosial bazası. konkret sual verim ki, Bəyifranın Bəyifran, partiyası yoxsa özünə məddən araya aid cavab bilmək bilər.
müsahidə götürmüşəm, başlayalım fikirlərini qəbul Orada bir mühüm sorun var. mən orada heç bir məsələ haqqında konqretdə öz mövqeyimi başlayacaq fikirlərini görmək Dərəcə əsasən əldə olunmasını öz düşünmüşə kimdir? Başqalarının dərd olunmasını Güzel olmasını Müsahibənin müəllimdir mənə. Müsahibənin götürmüşəm, başlayacaq. Kütləvi müqayisə qavasının haqqında qanundan ayrı məsələdir ki, tanışdırır. Həmən qanunun 36-cı maddəsinin qayıtmanı edilən 2-ci, 6-cı qəblərində jurnalistin vəzifələri, hüquqlarından söhbət edir. Hüquqlar 35-ci maddədir ki, informasiya əldə etmək, toplamaq, yaymaq, bu hüququzdur. Buna heç kim qarşı çıxardır. Lakin qanunda sizin vəzifələriniz haqqında müəyyənləşir. Jurnalist. Ona görə siz bu hüquqlar vəzifələr Həmən qanunun 36-cı maddəsində tanışlığınız var mı? Bütün maddələrlə tanışlığınız. Və həmən qanunla tanışlığınız olduğu bir halda hansı əsasla 2-ci və 6-cı qəblərini Mən konkret olaraq əgər burada bir mənbə olmasa, mənbəni göstərirsən maddələr... söhbət mənbədən getmir. Konkret burada müsahibədə və fikirlərdir, orada heç bir maddə mənbə Yox. Konkret mənbəni göstərmişəm ki, konkret mən öz fikirlərimi bildirir və mən müraciət etmişəm məmləkətə verir. Mən müraciət etmək deyəsəm, fikir deyirlər, tərəfə müraciət etməsin. 36-cı maddə jurnalistin aşağıda göstərilən vəzifələri, hüquqları yox, vəzifələri var. Həmən maddəyə istinad edəcək. Burada siz ona verilmiş, yəni sizə verilmiş informasiya, Firuz tərəfindən sizə verilmiş informasiya, doğru düzgün yoxlamaq vəzifənizdir. Firuz Ünəlçi sizə informasiya verir ki, məsələn, mütəlbat əyləncədir, ideyasıdır, müsahibədir. yox, xəyanətkar sözü orada adlandırılmışdır. Mən onun hərəkətini ləyəqəsiz yoxsa alçaqdan adlandırır. Yəni sizə bu informasiyalar verilir. Mən aydındır, Firuz Ünəlçi deyir ki, mən vermişəm. Söhbət indi sizin məsuliyyət məsələdə həmisi məktəbəsi bunları araşdırır. Sizə deyilən bax bu informasiya, yəni Rus şovinizminin Azərbaycandakı nümayəndəsi bir də fas şovinizmi. Bir də sizdə fas şovinizmi. Orada informasiyanın doğru dürüstlüyünü yoxladınız, yoxladınız. Qarşı tərəf 5-ci qəzetdə verdiyi imzalı haqqında fikirlər bildirməkdir mütəllimin şəxsə. Siz konkret olaraq bunun yoxlanması üçün ərəsi bir cəhətdir. Mən şəxsən rəsmi şəkildə qarşı tərəfin burada fikirləri var və bunu görmüşəm. Sadəcə mənim müsahibədə Mən konkret şəxsiyyət ünvan edirəm sualımı, ondan da cavab istəyirəm. Mən deyirəm ki, sizin vəzifənizdir.